Moskvich, Sovet avtomobil sənayesinin simvollarından biri. Moskvich markası SSR avtomobil sənayesinin ən tanınmış və kütləvi istehsal olunan avtomobillərindən biri olub. İlk Moskvich avtomobili 1946-cı ildə Moskva şəhərində yerləşən MZMA, sonradan Azelka zavodunda istehsal edilir. Marka əsasən sadə quruluşu, dözümlülüyü və ucuz saxlanma xərcləri ilə məşhurlaşır. Ən populyar modellərdən biri Moskvich 412 hesab olunur. Bu model 1967-ci ildən etibarən istehsal edilib və 1,5 litrlik benzin mühərriki ilə təchiz olunur. Təxminən 75 at gücünə malik olan bu avtomobil mexaniki sürətlər qutusu ilə işləyirdi və arxa ötürücülüydü. Sadə texniki quruluşu sayəsində çətin yol şəraitində belə etibarlı hesab olunurdu. Moskvich avtomobilləri təkcə SSR-də deyil, həm də Şərqi Avropa, Yaxın Şərq və Afrikanın bir çox ölkələrində ixrac olunub. Azərbaycanda uzun illər insanların xidmətində olub və əsasən 2-ci Dünya müharibəsi veteran və qazilərinə hədiyyə edilirdi. Bu gün Moskvich artıq klassik avtomobil statusu daşıyır. Avtomobil həvəskarları və kolleksiyaçılar üçün Moskvich nostalji, sadəlik və təvazökarlığın simvolu hesab olunurdu. Düzgün qulluq edildikdə bu avtomobillər hələ də yollarda öz sözünü deyə bilər.